Здравствуйте! Сегодня у нас в гостях выдающийся ученый, доктор физико-математических наук, профессор и директор Института механики и математики Мисир Мярданов. А также наш постоянный гость, доктор физико-математических наук Института математики и механики Абдурахим Гулиев. А также я хотела отметить, что сегодня для нас знаменательный день. Нашей странице исполняется 5 месяцев, поэтому мы благодарны вам за то, что вы приняли наше предложение и сегодня являетесь нашими гостями. Мисир Мялим, вот мы знаем, что вы являетесь профессором математики. Вообще, как у вас появился интерес к данному предмету? Почему именно он? Bizim məktəbdə çox yüksək bilikli riyaziyyat müəllimi var idi. Allah rəhmət eləsin, Mürsəl Budaqov adında. O, həmin devirdə 1960-cı illərdə İrəvandakı pedaqoji məktəbin riyaziyyat şöbəsini bitirmişdi və gəlib bizim kənddə, yəni bizim qonşu kənddə, Polad kəndində riyaziyyatdan dərs deyirdi. Çox savadlı bir müəllim idi. Məndə riyaziyyata marağı əsasən onun bizə dərs dediyi vaxtı, yəni ondan aldığım bilik və bacarıq səbəb olub ki, mən üzümü riyaziyyat elminə tərəf tutub. Мисир Мялим, в одной из наших встреч вы подарили книгу «Математики Азербайджана». И мы знаем, что вы являетесь как соавтором, так же автором многих книг. Для нас очень интересно, какая книга для вас является бесценной? Əlbəttə, kitabların hamısı qiymətlidir mənim üçün şəxsən. Çünki onların hər biri çox ciddi zəhmətlərdən sonra ərsəyə gəlibdir. İlk kitabım isə mənim 1987-ci ildə 25 buradan 13 də oradan, 25 də gələk 13, 38 il bundan qabaq, 40 ay bundan qabaq yazmışam. Onda mən doktorluq dissertasiyasını müdafiə etmək ərəfəsindəydim və ona görə öz sahəmə uyğun olaraq optimal idarə etməklə bağlı bir Rus dilində bir monografiya yazmışdım. O mənim ilk kitabım olub. Ondan sonra çox sayılı kitablar olubdur əlbəttə. Arasından heç birini seçib daha əzizli və daha pis deyənmərəm. Əlbəttə zamandan asılı olaraq mənim özümün kitab yazmaq marağımdan asılı olaraq çox sayılı kitablar olubdur. Mən bunların içərisində məsələn hansılarının adını çəkmək istəyərdim. Ən vaciblərindən biri mənim Təhsil Naziri vəzifəsində işlədiyim vaxt 4 cildlik Azərbaycan təhsil tarixi kitablarını hesablayıram. Mən 4 cildlik və hər biri də hardasa 500, 600, 700 səhifədən ibarət olan Azərbaycan təhsil tarixinin dünənini və bugününü özündə əks etdirən 4 cildlik kitabı mən çox vacib kitablar hesab edirəm və bu gün də ondan alimlərimiz məktəblərdə və ali məktəblərimizdə istifadə edirlər. Daha bir kitabı mən yüksək qiymətləndirirəm. Bakı Dövlət Universitetindən bağlı bir kitab yazmışam mən. Bakı Dövlət Universitetindən əlaqədar çox kitablar yazılıbdır. Onların hamısını mən bilirəm, oxumuşam və yaxud da təqdimatın iştirakçısı olmuşam. Ancaq mən bu indiki vəzifəmə gələndən sonra düşündüm ki, hər halda bu məsələyə qayıtmaq və daha ciddi bir kitab hazırlamaq lazımdır. Uzun müddət mən Bakı şəhərindəki müxtəlif arxivlərdə, universitetin arxivində, arxiv sənədlərinlə yaxından tanış olaraq, onlardan müəyyən məqamları götürərək Bakı Dövlət Universiteti adlı bir kitab yazdım. Bu mənim üçün çox vacib və qiymətli kitabdır. Çünki mənim həyatımın əksər hissəsi 1964-cü ildən bu günə qədər Bakı Dövlət Universitetindən bağlıdır. Bakı Dövlət Universiteti Azərbaycanın tarixində çox böyük əhəmiyyəti olan və böyük şəxsiyyətlər yetirmiş bir təhsil müəssisəsidir. Siz də yəqin buranı bitirən bir məzunlar kimi bilirsiniz bunu. Ona görə də mən universitetin tarixini araşdırdım və açığını deyim ki, ondan əvvəlki bir neçə kitabda olmayan 2-3 nəfərin rektor vəzifəsində işlədiyini müəyyənləşdirdim və onlar haqqında ayrıca xüsusi orada bütün rektorlar, fakültələrin yaranması, inkişaf tarixi demək 1919-cu ildən tutmuş təxminən o günlərə qədər ki, universitetin 100 illiyinə qədər
olan dövrü əhatə edən bir kitab yazdım. Ondan sonra əlbəttə işimizi davam elətdirirdik. Əbdurrahim müəllimlə yəqin bilir ki, mən nazir işlədiyim vaxtı ən ciddi məsələlərdən biri Azərbaycanda Azərbaycanlılar tərəfindən hazırlanmış dərsliklərlə bağlı idi. Çünki Sovet dövründə əksər dərsliklər Rusiyada hazırlanırdı və bizimkilər onu tərcümə edirdilər. Yəni, əslində qalsa bizim mütəxəssislərin dərslik yazmaq haqqında o qədər səriştəsi və təcrübəsi yox idi. Ona görə çox çətin bir devir idi və onda biz əlbəttə bütün dərsliklərin, eyni zamanda riyaziyyat dərsliklərinin də Azərbaycanlı müəlliflər tərəfindən hazırlanmasını qərara gəldik və həmin devirdə çox çətinliklər çəkdik. Ona qədər Rusiyada hazırlanmış kitablar Azərbaycanın deyək ki, riyaziyyatçı, fizik, kimyaçı, bioloq və başqa sahələrin sahibləri olan alimlər tərəfindən tərcümə olunmuşdu. Və hamı hesab edirdi ki, elə dərsliklərdə bunlar yaza bilərlər. Elə ilk illərdə də universitet alimləri, professorlar yazmışlar. Və mən təhsil naziri işlədiyim vaxtı məktəblərə gedirdim, müəllimlərlə görüşürdüm, şagirdlərlə görüşürdüm və mən əmin oldum ki, həmin kitablar məktəbi, müəllimi və şagirdi qane etmir. Ona görə qərara gəldik ki, məktəb üçün, ümumi təhsil məktəbləri üçün kitab hazırlanması məsələsini təkcə alimlərə tapşırmaq düzgün deyil. Burada hökmən bu fənni uzun müddət tədris edən müəllim də iştirak eləməlidir, özü qabiliyyətli müəllim iştirak eləməlidir. Burada hökmən bu işlə bağlı metodist, pedaqoq da iştirak eləməlidir. Əlbəttə, alimin də iştirak eləməsinin bir mənası olmalı. Hətta mən bugünkü kimi xatırlayıram ki, mən özüm iştirak edirdim o müəlliflər heyətinin iclaslarında. O zamana qədər heç kəsin təsəvvür etmədiyi halda adi orta məktəb müəllimi professora, hətta akademika deyirdi ki, sənin bu yazdığın kitabdan uşaq eşeği başa düşmür. Mənim yanımda olub bu söhbətə və o da çox əsəbləşirdi. Mən sənə dərs demişəm, sən niyə belə şey deyirsən? Lazım olsa ad da çəkə bilərəm mən. Və mən bunları dinləyərək qərara gəldim ki, müəllimlərin dediyində həqiqət var. Ona görə kitabların hazırlanmasında hökmən o fənni tədris eləyən, əlbəttə hər kəs yox, müvafiq biliyə malik olan, təcrübəsi olan müəllimlər iştirak eləsin və biz başladıq o kitabları, yəni dərslikləri çap eləməyə. Mən niyə yadıma düşdü? O zaman biz dərsliklərdən əlavə, yenə Əbdurrahim müəllimə mən demək istəyirəm, biz riyaziyyatçılar üçün, məktəbdə riyaziyyatdan xüsusi qabiliyyəti olan şagirdlər üçün əlavə dərs vəsaitləri hazırladıq. Olimpiada kitabları hazırladıq. Bax, bu işdə məsələn, mən açığını deyim ki, yadından çıxanlar ola bilər. Professor Sabir Mirzəyevin, Əbdurrahim müəllimin, Nazim Kərimovun və digərlərinin Vidadi Mirzəyevin, digərlərinin əməyini xüsusi qiymətləndirirlər və o zaman biz hətta müəyyən mənada keçmiş SSR-dəki təcrübəni nəzərə alaraq şagirdlər üçün kiçik həcmdə yalnız riyaziyyatın müxtəlif ayrı-ayrı bölmələrini özündə toplayan 50 ciltlik Məktəbli Kitabxanası adlı, riyaziyyatdan Məktəbli Kitabxanası adlı kitabçalar çap elətdirmişdik ki, yəni riyaziyyatı populyarlaşdırmaq üçün, uşaqlar arasına yaymaq üçün və beləliklə, yəni o riyaziyyat dərslikləri o zaman yazdı. Hətta mən bu günlərdə ayrı-ayrı müəllimlərdən zəng eləyənlər olur, mənim telefonu bilənlər ki, məndən soruşurlar ki, məsələn, o zamanki həndəsə kitablarından qalmayıb ki, onlardan istifadə eləyərdik. Misal üçün deyirəm, ha. Düzdür, sonra tamam başqa devir gəldi ki, artıq ikinci devirdə biz kitabların hazırlanmasını tender keçirməklə həll elədik. Yəni, müxtəlif nəşriyyatlar müəllifləri seçirdilər, özləri, müəlliflər dərslikləri hazırlayırdılar və nazirliyin yanında dərslikləri qiymətləndirən bir qurum var idi. O qurumda heç kəsə tabi deyil, sərbəst qurum idi. Onlar qiymətləndirirdilər və ondan sonra kitablar çap olunur. Yəni bu qayda ilə o məktəblər üçün kitabları çap elətdirdik. Ondan sonra mən təzə işə gələndən sonra indi bu göstərdiyiniz
kitabı hazırlamaq qərarına gəldim ki, burada o devrə qədər olan riyaziyyat sahəsində doktorluq dərəcəsi almış hər bir adam haqqında burada məlumat var. Qısaca da olsa məlumat var ki, lazım olanda vaxtaşırı bunu sonra biz institutumuzun 60 illik yubileyinə həsr olunmuş bir kitab yazdım mən, onu çap elədik və yeri gəlmişkən onda deyim ki, mən Təhsil Nazirliyi işlədiyim vaxtda yerlərə gedirdim, tədbirlərdə iştirak edirdim. Açığını deyim ki, bu gün də həmin səhnənin mən şahid oluram. Məsələn, hər bir rəsmi tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilir. Hələlik mən Azərbaycanın heç yerində tənqid etdiyim adamlar da qəbul etsinlər. Demək olar ki, bəlkə məktəblərdə yalnız ondan yuxarı səviyyədə insanlar himnimizi oxumurlar. Təəssüf ki, fonoqramla qoyurlar film olur. Ancaq mən Türkiyədə olanda görürdüm hər gün ki, orada elə şey yoxdur. Orada hamı canlı olaraq ölkəsinin himnini oxuyur və bir dəfə bir hadisə oldu. Onu da burada danışsam, bəlkə də sizin üçün də maraqlı olar. Azərbaycanın Bakı şəhərinin Xətai rayonunda bir SOS Kinder mərkəzi var. SOS uşaq mərkəzi. Bəlkə siz bilmirsiniz. O belə bir mərkəz dünyanın hər yerində var və Azərbaycanda o zaman açıldı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə, onda mən nazir işləyirdim. O nə deməkdir? Yəni, hər iki valideynini itirmiş və yaxud da hər iki valideyni atmış, müəyyən sayda hər ölkədə uşaqlar var da. Bu ölkənin də marağındadır ki, bu uşaqların gələcəyi nə olsun? Kiçik yaş uşaqlardır da. Və SOS Kinder deyilən dünyada belə bir qurum yaradıblar ki, ayrı-ayrı ölkələrdə o uşaqların inkişafı üçün, o uşaqların təlim, tərbiyəsi və təhsili üçün şərait yaradılır. Nə edirlər? Müəyyən bir ərazi götürürlər. O ərazidə kiçik evlər tikirlər. O uşaqlar üçün yaşa uyğun analar hazırlayırlar. Əbdurrəhmanov. Analar kursa gedir, onları bilən adamlar deyirlər, yəni ananın uşağı yoxdur. Ona deyirlər ki, sən bu 4 uşağın anası olursan, sənə ayda bu qədər əmək haqqı verir və burada yaşayırsan. Və bu SOS Kinder demək bu deməkdir. Bu dəqiqədə fəaliyyətdədir. Onun açılış mərasiminə getmişdik. Mən də təhsil naziri kimi oradaydım. Həmin təşkilatın Avropa üzrə prezidenti də gəlmişdi Azərbaycana. Heydər Əliyevlə bərabər onlar gəldilər. Xətai rayonunda həmin açılış mərasiminə. Heydər Əliyev, biz kənarda dayanmış hökumət adamları, nazirlər var, baş nazir, müavin nazir. Heydər Əliyev o qonaqla otağın birinə girdi. Otağın birinə girdi və uşaqların birinin qucağına aldı, öpdü. Dedi ki, uşaqlar, Azərbaycanın himnini oxuya bilərsinizmi? Siz inandırıram, uşaqlar elə bir hazırlanmışdı, hazırlanmamışdı, bilmirəm. 4-5 uşaq müəllimlə bir yerdə öz səslə, musiqi zadı yoxdur. Azərbaycanın himnini elə oxudular ki, Heydər Əliyevin, Allah rəhmət eləsin, kövrəldi ki, mənim vətənimin belə uşaqları var da. Uşağın birini qucağına aldı, çıxdı bayra. Dedi ki, nazirlər, siz gəlin görüm himni oxuya bilirsinizmi? Açığını deyim ki, hamımız qaçdıq, gizləndik. Çünki oxuya bilmirdi ya. Və orada mənə tapşırdı ki, sənə tapşırıram, bu məsələlə məşğul olmaq lazımdır. Mən də gəldim nazirliyə, indi də işləyir, başqa işdə Əsgər müəllim var, Quliyev. Onunla bir yerdə bir kitab yazdıq. İlk kitablardan biri də o oldu. Azərbaycanın dövlət rəmzləri. O da bu qalınlıqda olmasa da bunun yarısı qədər qalır. Azərbaycanın dövlət rəmzləri, Azərbaycanın bayrağı, bayrağın üstdəki o rənglər, onun altı, nə bilim nə olması, tarix haqqında geniş və s. bir kitab yazdıq və o kitab kütləvi şəkildə Azərbaycanda biz onu yaydıq. Rəhmətli Heydər Əliyevin özü də baxmışdı ona. Hətta mənim yadımdadır. Dünya Azərbaycanlılarının birinci qurultayı keçiriləndə artıq bir neçə il keçmişdi o kitabdan. Çıxdığından mənə zəng elədi ki, mən bilmirəm, 3 gün ərzində o kitabdan 600 dənəsini hazırlayırsan, gələn qonaqların hər birinin papkasına onu qoyursun. Yəni, belə şeylər də oldu, kitablar düzdür. Yəni, biraz riyaziyyatdan kənarlıq çıxdım, ancaq hər halda belə bir vəsaiti də belə hazırladıq. Ən ciddi işlərdən biri də mən öz həyatımda belə hesab edirəm ki, Əbdurrəhmanın biraz bu işlə tanışlığı var. Son bir 15 ilin ərzində, yəqin adını tanıyırsınız, Azərbaycanda bir tanınmış professor var, Ədalət Tahirzadə.
Çox tanınmış və zəhmətkeş, eyni zamanda düzgün, doğru bir insandır. Hələ mən Təhsil Nazirliyində işləyəndə onunla tanış idim və onun yazılarını oxuyurdum. Və burada da onu deyim ki, 1998-ci ildə sentyabr ayının 25-də biz Müstəqil Azərbaycan müəllimlərinin ilk qrup tayini keçirdik. Onda hələ siz yəqin ki, ya uşaq ediniz, ya hələ dünyaya gəlməmişdiniz, bilmirəm. Orada mən çox ciddi hazırlaşmışdım ki, Azərbaycan təhsil tarixi haqqında bir məruzəmin içində bu olsun. Ancaq soruşdum alimlərdən, baxdım ki, heç kəsin belə ciddi bir biliyi, ciddi bir əsəri yoxdur. Orada mən 1 saatlıq məruz elədim. Qurultayın birinci hissəsi bitəndə Heydər Əliyevi qarşılaydıq ki, neynəyə indi. Mənə dedi ki, Heydər Əliyev çox az hallarda belə fikir səsləndir. Dedi, məruzdan çox xoşuma gəldi. Ancaq yəqin ki, bilirsən, dedi, Azərbaycanda Sovet hakimiyyəti qurulmağın ilk illərində Dadaş Bünyadzadə Azərbaycanın dini etiqad və maarif naziri oldu. Dadaş Bünyadzadə, yəqin Azərbaycan tarixindən bilirsiniz. Onun yazılarının birində, yəni Sovet hökumətini, Sovet quruluşunu tərifləmək məqsədi ilə belə bir cümlə var ki, Çar hökuməti Azərbaycana nə verdi? Cəmi 62 nəfər ali təhsilli adam oldu Azərbaycandan. Ancaq Sovet hökuməti görür nə edəcək? Bütün qapılar açılacaq və Azərbaycanın bütün vətəndaşları ali təhsil alacaqlar. Bunu Dadaş Bünyadzadə dedi. Heydər Əliyev mənə dedi ki, sən o məruzəyə bir də bax. Mən inanmıram ki, o dövrə qədər cəmi 62 nəfərin ali təhsil olsun. Bu mənim bir tapşırıq kimi yadıma qaldı və araşdırma müəyyən apardım. Sonra bəlli oldu ki, Ədalət müəllim bu işlə məşğuldur. Mən Ədalət müəllimi dəvət elədim. Biz qərara gəldik ki, bu işlə ciddi məşğul olaq. Necə ciddi məşğul olaq? Azərbaycanda o dövrdə ali məktəb olmayıb. Qafqazda cəmi Tiflisdə bir ali məktəb olubdur. Vəssalam. Qalan hamısı Rusiyanın digər yerində, Avropada və biz qərara gəldik ki, bu işdə səriştəsi olan Ədalət Tahirzadəni keçmiş Sovetlər İttifaqının müxtəlif şəhərlərinə, Moskvaya, o zamanki Leningrada, Saratova, Kiyevə, Novosibirskiyə, digər şəhərlərdəki ali məktəb olub göndərək. Ədalət müəllimi göndərirdim. Gedirdi çox çətinliklə və Tiflisə, eyni zamanda o zaman Pribaltika deyirlər, Baltikanı ölkələrə, çox çətinliklə onların arxivinə girir və o materialları toplayırdı. Sonra mən elə oldu ki, bu instituta direktor gələndən sonra Ədalət müəllimə yenə işimizi davam elətdirdik və artıq bu işi biz tamamlamışıq. Və sizə deyim ki, bu məsələ ilə bağlı 9 cildi artıq çapdan çıxmış. Yəqin görmüşsünüz o kitabların bəzilərini. Kitabın da adı belə qoyduq ki, 1920-ci ilə qədər ali məktəblərdə oxumuş Azərbaycanlılar. 1000-ə yaxın, 62 ara, 1000 ara. 1000-ə yaxın Azərbaycanlının sənədlərini tapdıq. Yəni, kim varsa orada sənədlə da. Yəni, arxada sənəd olmalı ki, bu adam filan vaxtı filan ali məktəbə qəbul olubdur, ərzəsi olmalıdır, oxuyubdur, kursdan kursa keçibdir və 1000-ə yaxın Azərbaycanlının tapdıq və 9 cildi çap olunubdur. 10-cu cild çapda da yəqin ki, bu yaxınlarda da çapdan. Yəni, çox böyük bir iş oldu, bu da sizə deyim ki. Yəni, Azərbaycanın təhsil tarixindən bağlı, yəni, orada el adamların adı görünür ki, indiyə qədər heç çox adam eşitməyibdir. Bəzən, məsələ, kitablar oxumuş adamlar mənlə görüşdülər ki, bəs mənim də babam bilirəm oxuyub, dedim, sənəd lazımdır. Ancaq sənəd olmasa verəm. Yəni, belə işlər. Bu gün də o işləri mən davam elətdirirəm. İndi bilmirəm, siz cavansınız, mətbuatı izləyirsiniz, izləmirsiniz. Mən bu istiqamətdə bir dəqiqədə dayanmıram. Dünən mənim son Əbdurrahim müəllimimlə baxmadı. Azərbaycanın çox böyük şəxsiyyəti olan Mirzə İbrahimov haqqında 525-ci qəzetdə 4-cü məqaləm işıq üzü gördü. Çox adam, çox böyük şəxsiyyət olub, ancaq
çox adamın və xüsusən gənclərin tanımadığı bir adam haqqında. Ondan əvvəl mən İmam Mustafayev haqqında yazmışam yeni 525-ci qəzetdə. İmkanınız olsa oxuyarsınız. Azərbaycanın 5 il rəhbəri olub, heç çox adam, məsələn, siz də tanımırsınız heç. Ondan əvvəl deyək ki, mən Azərbaycanın uzun müddət baş naziri olan Artur Rəstadənin həyatından çox ciddi bir şey yazmışam. Ondan əvvəl Bəxtiyar müəllimin həyatından, məndən ona xüsusi münasibətimiz olub onun haqqında. Çox adamlar, 100-ə yaxın Azərbaycanın belə deyək ki, ziyalısı haqqında, yəni insanlar haqqında məqalələr yazmışam və düşünürəm ki, nə vaxtsa, məsələn, Azad Mirzəcanzadə haqqında mən çox böyük yazım çıxıbdır. Lütfüzadə haqqında mən çox böyük bir araşdırma aparıb, böyük məqalə çap elətdirmişəm. 100-dən çox olar yəqin ki, bir adamların sayı. Vaxtilə, məsələn, Zeynalabdin Tağıyev haqqında yazmışam. Yenə adamlar var ki, yazmaq fikrindəyəm və yenə yazmışam. Yəni, bilirsiniz, biz millətimizi, xalqımızı ilk növbədə özümüzünkilərə tanıtmalıyıq. Özümüzünkilərə tanıtmalıyıq. Və özümüzün gənclərimizə mən belə düşünürəm, göstərməliyik ki, bizim xalqın çox böyük şəxsiyyətləri olubdur. Onları tanımaq lazımdır, onları və onlar da bir ümid yaranmalıdır ki, mən də bu sıraya qoşula bilərəm. Вот смотрите, вы перечислили очень много математиков. Кто именно, конкретно, кто больше произвел на вас огромное впечатление? Среди математиков? Да, и при этом внес бесценный вклад в науку Азербайджана. Deyim də, mən ilk növbədə dedim, orta məktəbdə mənə Mürsəl müəllim dəstək, onu heç zaman unutmaram, çünki məndə riyaziyyata olan maraq o yaradıb. Ancaq o alim deyildi, o orta məktəb müəllimi idi və o həcmdə çox qabiliyyətli adam idi. Ondan sonra mən gəldim Bakı Dövlət Universitetinə qəbul oldum. Yenə tarixin çətin vaxtlarıydı, 1964-cü il. İndi məsələn, siz biraz da geri dönürəm, Allahın xoşbəxt adamlarısınız ki, telefon var, internet var, süni intellekt proqramı var, kompüter var, televizor var. O zaman biz üniversiteye qəbul olanda onların heç biri yox idi. Heç biri yox idi. Hətta bir hadisə olanda deyək ki, mən atamla, anamla danışmaq üçün gedirdim Bakının mərkəzində bir telefon stansiyası vardı. Oradan sifariş verməliydim və gözləməliydim. Bir neçə saatdan sonra atam, anam və yaxud da kimlə bəlkə 5 dəqiqə ya danışaydım ya danışmayayım. Yəni belə bir vəziyyətdəydik. Kitabxanalarımızda kitablar yox idi, jurnallar yox idi, təzə-təzə gəlməyə başladı. Yəni, belə bir şəraitdə, məsələn, mən universitet oxuyanda, ancaq eyni zamanda, açığını deyim ki, qayda qanun var idi. İnsanlar o qayda qanuna xidmət edirdilər. Haqqı salam var idi. Ədalət var idi. Həqiqət var idi. Ona görə insanlar çalışırdı. Bilənə qiymət vermək var idi. Kimin adamı olursan ol, biləni tapdalaya bilməzsən, belə bir şeylər. Ona görə mən şəxsən universiteti bir özümün, nə deyim, Ruslar demir deyə, alma mater deyirlər. Önünə belə mənim elə bir, nə deyim, ən böyük, məsələn, mən universitetdə rektor təyin olunanda qızlar, biləsiniz. Özümü dünyanın əlçatmaz, xoşbəxt bir adam hesab edirdim və hesab edirdim və bugün də hesab edirəm ki, Bakı Dövlət Universiteti bir ali məktəbə rəhbərlik eləmək alim üçün, müəllim üçün ən yüksək zirvədir. Ən yüksək zirvədir. İnanın, bax, açıq deyirəm. Təhsil naziri olanda mən bəlkə də biraz da şeylər buradan necə edirəm ki, mən, yəni, bax, belə istərim. Və orada da ilk mənim rastlaşdığım alimlər, müəllimlər, həyatımda rol oynayan, ilk əlbəttə mən deyərdim Qoşqar Əhmədov olub, şəxsən mənim həyatımda rol oynayan, akademiyanın müxbiri, Azərbaycanın tanınmış, çox böyük, həm alimi, həm şəxsiyyəti. Qoşqar müəllim olub, mən onun ixtisasından, onun kafedrasında ixtisaslaşmışam. Müəllimlərimdən isə ad çəkə bilərəm, riyaziyyatçı. İlk növbədə mən gördüyüm ilk riyaziyyatçı, Allah rəhmət eləsin, akademik Əşrəf bəy Hüseynov olubdur. Əşrəf bəy Hüseynov. Heç kəsin qabağında bəy demirəm, Əşrəf bəy Hüseynov olubdur. Yəni, onun o dekanımız idi. O koridorun o başından gələndə hamı fəraqat durmalı idi, Kəşrəf müəllim gəlir. O gəlib hamı ilə görüşüb keçib. Böyük bir şəxsiyyət idi, fakültənin dekanı idi.
Maksud müəllim Cavadov mənə dərs deyibdi. Çox böyük bir şəxsiyyət idi. Yəni təəssüf ki, indi adamlar yoxdur. İndi adamlar yoxdur. Məsələn, Məcid müəllim Rəsulov kimi akademik mən görmüşəm. Düzdür, o bizə dərs demiyor, ancaq görmüşəm. Arif Babayev kimi böyük bir şəxsiyyəti, Yahya müəllim kimi, Cəlalullah Verdiyev kimi. Ancaq mənim şəxsən həyatımda və elmi əgər bir uğur sayılsa o, Qoşqar Əhmədov və Kazım Həsənovu mən qeyd eləmək istəyirəm. Kazım müəllim, baxmayaraq ki, elə üzümü mən Əbdülrəhim müəllimə tut deyirəm ki, baxmayaraq ki, heç doktorluq dissertasiya müdafiə eləmədi, ancaq çox doktorlardan dəfələrlə bilikli və qabiliyyətli bir adam idi. Və bizim ölkəmizdə optimal idarəetmə nəzəriyyəsinin yaranmasında, formalaşmasında və inkişafında Qoşqar müəllimin ən yaxın köməkçisi Kazım Həsənov idi. Onlar sadə, çox sadə, yalnız öz işinlə məşğul olan, başqasının işinə qarışmayan, ədalətli, böyük bir şəxsiyyət idi. Təəssüf ki, bugün elə adamlar ya yoxdur, ya da olduqca azdır belə. Mənim həyatımda, yəni bu iki insanın, yəni riyazi həyatımda da belə deyək ki, xisas həyatımda məktəb yaratdılar. Qoşqar Əhmədov Azərbaycanda optimal idarəetmə məktəbini yaratdı və bütün keçmiş Sovetlər İttifaqında hamı qəbul etdi ki, Qoşqar Əhmədov Azərbaycan optimal idarəetmə məktəbini yaradıb və onun banisi idi. Mən adını çəkmədim, bağışlayın. Bunların içərisində bəlkə ən zirvədə duran adamlardan biri akademik Zahid Xəllov idi. Mən onu görmüşəm. Çox böyük bir şəxsiyyət idi. Mən gözləyirdim ki, siz adını çəkəcəksiniz. İbrahim İbrahimov, məsələn, keçmiş SSR məkanında, o SSR məkanı ki, indi, məsələn, tamamilə başqa bir ölkə olub da, ondan əsər əlamət qalmayıb, dağılıb gedib də, hamısı qalıb. O ölkədə, məsələn, həm Əşrəf müəllimin, həm Zahid müəllimin, həm də İbrahim müəllimin böyük nüfuzu var idi. Məsələn, onlar hansı biri Moskvaya gedib, kiməsə üst tutmaq istəsəydə, bütün qapılar onlar üçün açıq olardı və Azərbaycanda riyaziyyat məktəbini, müasir riyaziyyat məktəbinin yaradıcıları üçün mən o dörtlüyü hesab edirəm şəxsən. Demək, Zahid Xəlilov, Əşrəf Hüseynov, İbrahim İbrahimov və Maksud Cavadov. Bu ilk nəsil bunlar. Hətta ondan qabağa da biraz geçsək, Məmməd bəy Əfəndiyevin adını çəkmək istəyirəm. Mən onu da görmüşəm, bir yerdə işləmişik. O Azərbaycanda ilk ali təhsilli riyaziyyatçı olubdur. Səhv eləmirəmsə, indiki Sankt Peterburg keçmiş Leningrad Universitetinin riyaziyyat fakültəsini bitirib və o zaman bilirsin nəfər, məsələn, indi biz deyirik də, deyirik kəsilməzdir, deyirik ki, nə bilir, ətraf, deyirik ki, kəsilməzliyin tərbiyə s. O zaman elə şeyləri oxumuş. Onların hamısı rus dilində olur. O mətnləri bir-bir Məmməd bəy Əfəndiyev və Maksud Cavadov gətirir. Yeni yaradırdılar. Hətta mən Maksud Cavadov haqqında yazılan xatirəni oxumuşam. Bir Yahudi böyük alim, bu yaxınlarda Amerikada öldü. O yazır ki, mən deyir, Moskvada işləyirdim, professor idim, bir konferans idi. Orada deyir, Maksud Cavadovla tanış oldum. Maksud Cavadov da sol qolunu bax buradan uşaqlıqdan itirmişdi. Bir qoluydu. Demək, müharibədə zaten olmayıbdı. Ovda olmuşdu, belə bir bədbəxt hadisə, neysə. Ancaq Maksud Cavadov gələndə nazir kimdir, o birisi ki, hamı dayanmalı, gözləməli ki, vaxt mənim keçdim. Yəni özünün, bilirsinizmi, hərəkətlərindən, özünün davranışından, özünün biliyindən, bacarığından, özünün münasibətlərindən o hörməti qazanmışdı. Varız adı yox idi qətiyyana, heç bir dərsən ki, belə. O, həmin o Yahudi xatirələrində yazır ki, mən orada Maksud Cavadovla tanış oldum. Onda Maksud Cavadov Bakı Dövlət Universitetinin prorektor vəzifəsində işləyirmiş. Və Maksud müəllim məni Bakıya dəvət elədi. Dedi ki, gəl mən sənə kömək eləyərəm, Bakı Dövlət Universiteti dərsdir. Onun dəvəti ilə deyir, gəldim Bakıya və kafedrada mənə iş düzəltdi, yəni professor. Bakıda ev mənə təşkil elədi, evim oldu və deyir, onda hətta orada oturan tələbələrin də adlarını çəkir. Sonra universitet müəllimi idi. Onlar otururlar, deyir, mən rusca deyirdim. Maksud müəllim mən deyəni Azərbaycanca tərcümə eləyirdi, onlar yazırdılar. Yəni bu yolla Azərbaycanda riyaziyyat elmini inkişaf elətdirən adamlar olub. İnkişaf elətdirən kişilər olubdur. Çünki onların, nə deyim, hər birinin ətəyində
namaz qılınmalı adamları mən şəxsən onların hər birini görmüşəm. Mən Maksud müəllim kafedrasında işləmişəm. Məsələn, o zaman deyirdilər ki, Maksud Cavadov universitetdən çıxıb Maarif Nazirliyinə gedəndə çox böyük nüfuz sahibi olan Mehdi Mehdizadə həyətdə onu qarşılayırdı. Yəni belə bilirsinizmi, o zamanın indi müəyyən çatışmazlıqları, mənfi cəhətləri olsa da eyni zamanda insanlar arasında münasibətlər. Bəli. Mən sizə indi cavansız deyirəm, siz də deyin o cavanlar bilsin. Ən yüksək səviyyə, bir misal da çəkim sizə da biraz sonralar. Mən artıq universitetdə işləyirəm, universitetdə dekan müaviniyəm, Arif müəllim rəhmətli dekandır, Faiq Bağırzadə rektordur, akademikdir, deputatdır, onun qardaşı Kamran Bağırov da Azərbaycanın birinci adamıdır, Heydər Əliyevdən sonra. Mərkəzi Komitənin birinci katibidir. Misal gətirmək istəyirəm də, örnək qoy eşitin cəmaatda. Mən də orada elə yerdə işləyirdim ki, tez-tez rektorla belə də hətta tapşırıqlar verirdim, mən cavan edəm eləyirdim belə. Bu rektorunda bir, o zaman üçün belə də hətta köhnə bir Qaz 24 maşını var idi. Onda mənə kimsə dedi ki, Faiq müəllimə, yəni həm universitet rektoru kimi, akademikdir, deputat, həm də qardaşı birinci katib olduğuna hörmət eləyərək, müxtəlif yollarla, yəni dövlət yolundan da bəlkə biraz kənar olmasa, o zaman üçün təzə çıxmış Qaz 31 maşını gəlibdir. Qarajdadır. Bir gün onun maşınında oturub, mən də oturmuşam yanında gedirik, nəsə bir işdir. Eləmədim tənbəli, dedim, Faiq müəllimə ki, o maşını orada niyə yatırdırsan? Niyə çıxartmışam bu köynə maşını, bəs deyir. Belə döndü geriyə, belə deyil, oğul, sən cavansan, sən başa düşməzsən. Hələ Qurban Qasanov üçün maşını gəlməyib, yəni nazirin maşını gəlməyib. O maşını çıxartmasa, mən bu maşını çıxardım mən. Hörmətə baxın. Adam kövrəlir, düzü deyirəm sana. Bəli, təbii ki. İndi elə münasibətlər varmı? Var, amma çox azdır. Çox az. Mən inanmıram. Yəni elə bir rektor olsun ki, desin ki, nazirin maşını gəlməmdən bir şey çıxıyor. O ölçülər qızım, təəssüf ki, itib və mən niyə bunu danışıram? Mən bunu yazmışam da yazılarında. Yəni qoy cəmaat bilsin ki, bizim belə devrimiz də olubdur. Mən demirəm o dövrə qayıdaq. Ancaq qarşılıqlı hörmət, qarşılıqlı bir-birini başa düşmək baxımından o dövrün çox müsbət cəhətlər oldu. Hətta bir hadisəndə deyim ki, sizə, məsələn, o dediyim qurultayda, müəllimlərin qurultayında Ulu Öndər Heydər Əliyev gəldi, əvvəldən axıra qədər iştirak elədi. Əvvəldən axıra qədər. Bir momenti məsələ demək istəyirəm. O zaman belə deyək də, Sovet hökuməti dağılmışdı. Eyfariyadaydı cəmaat, elə bilirdi ki, müstəqil olandan sonra hər şey belə cənnət, nə bilim, nə belə şeylər, və millətin o gənc, xüsusən sizin kimi gənc adamlar tələb edirlər ki, falan şey dağılmalıdır, kolxoz belə, nə bilim, savxoz belə, zavod belə, belə, hamısı dağılmalıdır. Heydər Əliyev o qurultayda çıxış elədi, bəlkə də bir saat, bəlkə saat yarım çıxış elədi. O şey yadına düşəndə ki, indiki cəmiyyətdə belə tələblər var, belə dayandı belə, bax, bugün kimi dayandı belə, dedi ki, mənim əzizlərim, mən sizə bir atalar sözünü xatırlayıram. Yadınızdan çıxartmayın ki, insan su içdiyi quyuya heç vaxt tüpürməməlidir. İnsan su içdiyi quyuya tüpürməməlidir. Biz o quyudan su içmişik. İndi biz o universitetdən çıxmışıq. Bəli. Ona görə də onun həm qədrini bilməliyik, tarixini bilməliyik, müsbət cəhətlərini öyrənib gənclər arasında yaymalıyıq və ölkəmizi inkişaf elətdirməliyik. Bax, bu yolu tutmasaq, yəni bizim işimiz mənə belə gəlir ki, keçmişə tapança ilə atəş açanları bəli, keçmişə tapança atsan, gələcək səni topat. Ona görə də hardan gəlmişiksə, kim olmuşuqsa, mən sizə deyim, bizim Azərbaycan xalqının böyük keçmiş olubdur. Çox böyük tarih. İndi bilirsiniz də, sabah yox bir suyun akademiyanın 80 illik yubileyi keçiriləcəkdir. Onunla bağlı dünən Azərbaycan Dövlət İqtisad Üniversitəsində bir tədbir var idi və orada akademiyanın indiki prezidenti hörmətli İsa Bəyli ümumiyyətlə Azərbaycanda, ümumiyyətlə müsəlman aləmində akademiyanın tarixi haqqında çox əməlli başlı bizə bilgi verir orada. Bəzi şeylər ki, mən bilmirdim ki, bəlli oldu ki, Avropada, Amerikada akademi olmayanda müsəlman dünyasının akademiyaları olubdur.
Hələ Nəsrəddin Tusinin Marağa rəsədxanasından əvvəl. Ondan sonra Rəşidəddinin və s. Yəni bizim keçmişim bunu öyrənmək lazımdır. Bunları öyrənib və o bizi bəyənməyənlərə, bizə biraz belə bir təhər baxanlara yuxarıdan aşağı demək lazımdır ki, sizin öz aliminiz, məsələn, Amerikalı, Avropalı alimlər var ki, mən kitablarda yazmışam. Deyirlər ki, əgər biz Nəsrəddin Tusinin yazdıqlarını vaxtında bilə bilsəydik, çünki o zaman internet yox, ötürmə yox, kim yazır? Bu qədər əlavə axtarışlar aparmağa ehtiyac olmaz. Çünki o 2400 il bundan qabaq deyildi. Biz isə 4 il bundan sonra bunu kəşf eləmişik. Yəni bizim keçmişimiz də çox uğurlu, zəngin keçmişimiz var tarixin. Onu da bilmək lazımdır. Tarixi olduğu kimi gənclərə çatdırmalıyıq. На данный момент вы оба работаете в Институте математики и механики. Какие основные цели и направления данного института? Можете рассказать подробно? Əlbəttə danışa bilərəm, kifayətdir. Mən artıq 13 ilə yaxındır, 12 il keçdi, 13-cü ildir ki, mən burada işləyirəm. Təzə gələndə mən elə də ciddi çətinlik çəkmədim. Yəni bu kollektiv şəxsən mənim üçün yeni, tanış olmayan bir kollektiv deyildi. Çünki bəzilərinlə bir yerdə oxumuşduq. Bəziləri mən universitetdə işlədiyim vaxt tələb olmuşdular. Bəziləri mənə dəstəyən adamlar olmuşdu. Yəni, belə də əksər hissəsini və gəliş-gedişimiz də var idi. Vaxtilə mən universitet rektor işləyəndə o Birləşmiş Müdafiə Şurasının sədri olmuşdum. Yəni, tanıyırdım riyaziyyat cəmiyyətini və s. Ona görə mənə o qədər də çətin olmadı. Ancaq hər halda mən uzun müddət dövlət işində işləmişəm, məsələn. Bəlkə də, təsəvvür edin ki, 15 il təhsil naziri olmuşam, 3 il təhsil nazirinin mavini olmuşam, 2 il universitetinin rektor olmuşam, 3 il prorektor olmuşam, 12 il də dekan mavini olmuşam. Bunların hamısı dövlətin işidir. Yəni, nə mənada? Bunların hamısı məhsul işdir. Yəni, səhər gəlməlisən, axşama kimi orada tutmalısan, işlərdə. Yəni, mən bu artıq burada pişmiş bir adam olmuşam, bağışlayayım mən. Ona görə də bu instituta gələndən sonra ki, səhər tezdən işə gəlirəm, orada bir ay, 2 ay keçib, axşama qədər otururam, müəyyən sənədlərə baxıram, gördüm ki, bəzi adamlar bir təhər baxırlar, açığını deyibsə bir təhər, çünki mənə qədər elə olmayıb da, yaqın əbdirəm, mən də etiraf edirəm. Akademiyada biraz azadlıq olub da, həmişə. Azadlıq, çox azadlıq olub. Mən də əslən qalsa heç kəsə toxunmamışam, bu ki, sözü bilir, indiyə qədər elə ciddi. Ancaq hər halda dövlətin işidir də. Başqalarına toxunmasan da, özün nəsə bir şey eləməlisən da, özün danışmalısan, özün iş görməlisən. Ona görə, indi siz də xeyli tanışdınız ki, mənə belə gəldi, ilk növbədə müəyyən qayda qanun yaratmağa mən cəhd elədim. İlk növbədə institutda çap olunan jurnalların səviyyəsinin müasir dövrün tələblərinə uyğun olmasına çalışdım. Və yeri gəlmişkən deyim ki, ən çox bu 12 il, 10 yarım ərzində qazandığımız uğur ondan ibarətdir ki, uğurlardan biri, mən bilən birinci, bu illerin ərzində institutda çap olunan 4 jurnaldan 3-ü beynəlxalq səviyyə qalxıbdır. Onların üçü də Scopus'un bazasında indeksləşir və impact faktoru alıb, yəqin siz də bilirsiniz. Hətta ikisi Web of Science-ın da bazasında indeksləşir və impact faktoru alıb. Və balaca bir, 4'ü də ingilisdə çap olunur, balaca bir institutda o qədər də böyüdür. Yəni, əvvəlki akademiyanın və indiki Elm və Təhsil Nazirliyinin elmi tədqiqat institutlarının içərisində ən az tərkibli insanlar işləyən bizim institutdur. Bu institutda, yəni, bu jurnallara qədər Azərbaycanda elmi tədqiqat institutlarında heç bir jurnal bu səviyyə, mən bunu ən birinci uğur hesab edirəm və indi o uğuru qazandıq, onu qoruyub saxlamaq özə sadə məsələ deyil. Çünki hər ildə beynəlxalq qiymətləndiricilər bu şeyləri qiymətlendirir və elan edirlər. Yəni, şükür Allah, bu günə qədər o işimiz qalır. İkinci ciddi işimiz ənənəvi olaraq bu institutda keçirilən, hər həftənin 3-cü günü keçirilən elmi seminarlar olubdur ki, biz onu demək olar ki, mən burada olduğum müddətdə regular olaraq
Hər həftənin 3-cü günü saat 10-dan 11-ə qədər institutun elmi seminarını keçiririk. Orada institutun elmi əməkdaşları, digər Azərbaycanda yerləşən ali məktəblərin professorları, xarici ölkələrdən gəlmiş alimlərin çıxışları dinlənir. Hər halda biz riyaziyyat elmində bu devirdə baş verən yeniliklər, baş verməkdə olan yeniliklərlə onların danışdıqlarından tanış olmağa çalışırıq. Üçüncü istiqamətimiz isə bizim institutda həmişə dissertasiya şurası olubdur. Dissertasiya müdafiə şurası olubdur. Həm namizədlik, həm doktorluq. Bu gün də var. Orada işimizi xeyli ciddiləşdirmişik. Mən sizə açığını deyim ki, indi heç kəs məndən inciməsin. Uzun müddət bu sahədə Azərbaycanda ölçülər itmişdi. Bu gün də demək olar ki, ölçülər dövrün tələblərinə cavab verir. Məsələn, elə sahə var ki, Azərbaycanda bir ildə 30 nəfər elmlər doktoru olur. Halbuki plan zad yoxdur. Bilirsiniz, bu say çox olanda da qiymət, nüfus aşağı. Məsələn, biz biraz indi Rada xanım yaxşı bilir, son 1-2 ildə, 3 ildə demirəm əvvəllər mən gələndə də müəyyən qədər, bəlkə də çatdırmadım, bəlkə hətta o dərəcəyə qədər dərinə getməmişdim. Bəzi şeylər deyirdilər, inanmırdım, sonra inanmağa başladım ki, məsələn, elə adamlar var ki, yazdığım çox məqalə yazır, ancaq onun içində bir şey yoxdur. Dissertasiya içində bir şey yoxdur. Və bu iş, bu gün mənim üçün ən ciddi məsələlərdən biridir ki, Azərbaycanda riyaziyyat sahəsi olmaq istəyən alimi Azərbaycan Riyaziyyat Cəmiyyəti tanımalıdır. Я вот хотела узнать, вообще, как вы видите будущее данного института mexaniki и matematik? Məsələn, o dissertasiya müdafiəsinin mən çox axtardım, kim olsun, axırda Əbdurrahim müəllim üzərində dayandıq ki, katib Əbdurrahim müəllim olsun, artıq neçə illərdə o iş aparır. Ancaq təəssüf doğranı odur ki, bu il demək olar ki, bizim şurada müdafiə edən olmayıbdır. Bir nəfər olub desən yanlar. Qorxusundan da heç kəs gəlmədi. Yəni, qorxu deyəndə valla biz heç kəsi qorxutmuruq. Məsələn, misal deyim də, bu yaxında bir nəfəri biz adını çəvirəm, dəvət edirik ki, səhər sən müdafiə eləmək istəsən daha. Mən dedim ki, lövhədə təbaşiri götür, flamanstırı götür, dissertasiyanın adını yaz. Məsələn, yazıb ki, risk potensialı nə bilim, nə. Əbdurrahimdən soruşduq ki, risk potensialı nədir? Yəni, ilk dissertasiyanın adının ilk 2 sözü daha. Bu adam dissertasiyanın adındakı sözlərin mənasını bilmir, gəlib müdafiə eləmək istəyir və rəhbəri də bunu müdafiə eləməyə göndərir. Hətta, açıq deyirəm də burada, onlarla daha yüksək vəzifəli adamlar mənə zəng edirlər ki, məsələn, gör o Qarabağlıdır məsələn, Ağcabəndə işləyir, görün ona bir təhər kömək edə bilərsiniz. Açıq deyirəm, bu geçsin efirdə deyil. Yəni, belə getməklə qızım, elmi inkişaf elətdirmək olmaz. Rada xanım o yolu keçib. Bəlkə də elə məni də, Əbdurrahim müəllimi də ona görə dəvət edib ki, o yolu keçibdir və ziyanını da görüb. Sonra da gəlibdir, diplomlar alınan sonra valla mən işləməmişim. Gəlib ki, Misir müəllim, təşəkkür edirəm ki, etirafdır Misir müəllim. Siz vaxtı ilə məni belə sığma boğmaya salmasaydınız, bir neçə dəfə qaytarmasaydınız, mən bəlkə də gedib təsdiqimi belə almazdım. Tamamilə doğru. Tamamilə doğru. Elə düzmü deyirəm? Yəni, mənim bugün gələcək üçün və bugün üçün əsas amalım ondan ibarətdir ki, bütün elmlərdə alim adına layiq olanlar alim olsunlar. Alim adına layiq olanlar. Cəmiyyətimiz, dövlətimiz də elə onda yaxşı inkişaf edir. Yəni, xahişlə, minnətlə və yaxud da başqa vasitələrlə olan alimin bu millətə ziyanından başqa heç bir xeyri yoxdur. Və ola da bilməz. Ona görə də, bax, mən misal deyim də, adamlar var ki, riyaziyyatdan adi şeyləri bilmir. O da elmlər namizədidir, dosentdir. Bəli. Və mənim yanımda oturan bu kişi də elmlər namizəd dosent. Yəni, insaf dinin yarısı olmalı da, nə olsun da. Zahid müəllimin. Hər bir işi Allah'la görmək lazım. Bir şey də deyim sizə. Tarixi hadisədə qoyum sizə. Burada biz hörmətli Zahid Xəllovun adını çəkdik. Akademik Azərbaycanda riyaziyyat elminin müasir banilərindən biri. Bax, təsəvvür edək, bu adam Gürcüstanda anadan olub, sonra gəlib Azərbaycanda
işləyibdi. Bu Riyaziyyat Mexanika İnstitutunun ilk direktoru olubdu, akademiyanın prezidenti olubdu. Mən adamı görmüşdüm şəxsən belə. Bəzən ünsiyyətdə də olmuşdu, onda bir cavan idi da belə. Demək, bu adamın 60 illik yubileyində Rada xanım yaxşı bilər ki, Uzbek Matematik Nauk jurnalında Rusiyanın ən böyük alimləri yazıblar, çox şey yazıblar və bir də yazıblar ki, o əyalətdə yetişsə də əyalət alimi deyil. Ne güzel. Böyük bir sözdür da. Bəli, Çox böyük. Və Zahid Xəlilov neçə ki sağ idi, neçə ki sağ idi, Azərbaycanda bircə nəfər elmlər doktorluğu müdafiə edə bilib. O da Qoşqar Əhmədov olub. Başqa heç kəsin həddi olmayıb ki, Zahid Xəlilovun gərək razılığı olsun. Gərək onun, mən demirəm biz Zahid Xəlilovuq, qətiyyən. Ancaq Zahid Xəlilovun o qədər yüksək səviyyəsi və zəhmi olub ki, onun yanına gəlməyə ehtiyat edirlər ki, mən hazır olmasam gedə bilmərəm. Bir adam da, sonra onlarla da akademikdir, o akademiyanın professordur. Zahid müəllim, ölən kimi riyaziyyat üzrə alimlərin sahibi başlayaq. Yəni, o ilə bir təbii çəpər kimi, təbii bir səngər kimi riyaziyyat elminin qarşısında durmuşdur ki, buradan keçməlisən. Məsələn, mən demirəm bu dəqiqə o şeyi yaradaq, biz yarada bilməliyik elə. Ancaq hər halda alim olmaq üçün, alim adı olmaq üçün, yəni səni o cəmiyyətin üzvləri qəbul etmə. Məsələn, bir şey də deyim, son zamanlar bu akademiyada da seçki olanda bir nəfər keçmişdi akademiya. Bizim bir hörmətli müəllimimiz vardı, Profesör Nadir Süleymanov. Rəhmətə getdi, yaxında da il oldu. Mən nə deyim ki, falan kəs də akademiyanın müxbiri şey. Demək, heç xəbəri yoxdur. Yəni, belə olmaz qətiyyən. Yəni, o devrin, o müsbət cəhətlərini mən xüsusi qeyd eləmək istəyirəm. Абдурахим Муаллим и Мисир Муаллим, как ранее вы и сказали, я была докторантом Института математики и механики на протяжении 10 лет, с 2015 по 2025 год. И для меня огромная честь, что вы на этом пути мотивировали, помогали, поддерживали и подталкивали, чтобы я смогла получить степень кандидата наук. Конечно же, этот путь был нелегкий, как вы ранее и указали. И, естественно, мое окружение тоже смогло защититься, получить тоже степень кандидата наук математики, ну, на данный момент доктора философии математики. И что бы вы посоветовали для тех, кто хочет получить степень? Будь это доктор философии или просто доктор наук, и как они должны мотивироваться, чем они должны мотивироваться, и что это им даст в будущем? Вот основной момент. Какие привилегии это им даст? Mənə şəxsən belə gəlir ki, riyaziyyat sahəsində, keçmiş adından deyim də, mən elmlər namizədi və elmlər doktoru olmaq üçün anadan gəlmə insanda müəyyən bir istedadlı olmalıdır. Şübhəsiz. Onsuz çətin olar. Ən azı orta məktəbdə oxuyarkən olimpiyadalarda iştirak etməkdən başlayaraq, yəni o adi kursdan kənara çıxmalara meyilli olmalı adam və o istiqamətdə biraz biliklərini genişləndirmək istəməlidir və gəlib artıq universitetdə oxuyanda yoldaşlarına seçilməlidir. O müəyyən sahə müəyyənləşdirməlidir özünün, riyaziyyat geniş sahədir, onun hansı sahəsini seçməlidir və o sahədə dünyada çap olunan jurnallarla tanış olmalıdır. İndi ona imkan kifayət qədər var. Bizim vaxtımızda o imkanlar qətiyyən yox idi. Və o, yəni hansı elm sahəsində məşğul olmaq istəyirsə, onun üzünə çıxmalıdır. Şübhəsiz. Onun üstünə çıxmalıdır ki, bugün dünyada nə var, nə yox. Ora çıxandan sonra artıq qalan şeylər mənə belə gəlir ki, o qədər də çətin olmaz. Eyni zamanda, məsələn, mən istəyərdim ki, dünyanın tanınmış alimlərinin həyatını bilsin, oxusun ki, görək onlar hansı yoldan gediblər. Təkcə Azərbaycan alimlərinin yox, digər ölkələrin alimlərinin. Məsələn, mən indi bu dəqiqədə oxuyuram, mənə çox maraqlıdır. Məsələn, keçmişdə Sovet hökumətində
riyaziyyat sahəsində və fizika sahəsində əsas alimlər yahudilər olublar. Yahudilər olublar. Çox böyük alimlər olub yahudilərin içərisində. Onun da səbəbləri var da, onun üstə mən dayanmaq istəmirəm burada. Ancaq müəyyən vaxt gəlib ki, yahudilər Sovet hökumətindən, Sovetlər Birliyindən müxtəlif vasitələrə çıxıb gediblər. Əksəriyyətdə Amerikaya gediblər. Və gedib orada böyük işlər görürlər, çox ciddi işlər görürlər. Və ona görə də bugün, belə deyək də, Rusiyada elm əvvəlki Sovet hökumətindəki riyaziyyat elmi kimi dünyada tanımır, onu biləsiniz. Bax, yəni, eyni zamanda alim olmaq üçün bu və digər sahədə o ölkədə mühit olmalıdır. Məktəb və mühit olmalıdır. Bax, indi ən yüksək belə deyək də, elmi ad nədir bizdə? Elmə verilən şey. Digər sahələrdə riyaziyyatdan başqa Nobel mükafatıdır. Məsələn, riyaziyyatda Fields var, nə bilim, başqa çoxlu var. Çoxlu Abel mükafatları var. Onları alanın, məsələn, mən hətta deyəsən, universitetdə institut dedim mi, onu demədim mi? Mən məruzə hazırlamışdım, Türkiyədə eləmişəm onu. O siyahıya baxırsan ki, o mükafatı alanların içərisində bir əlin barmaqlarının sayı qədər müsəlman ola bilər, artıq yoxdur. Bizdə də danışdım da, bütövlükdə 5 adamdan artıq deyil. Və onların hamısı Amerikada. Hətta hər bir dövlət üçün. Bəli. Ona görə də hökmən mühit olmalıdır. Yəni, sən Azərbaycan mühitində olub, birdən-birə skaçok eləmək o qeyri-mümkündür. Ona görə evolyusiyon olmalıdır, təkamüllə getməlidir hökmana. Elm də elə, təhsil də təkamül. Ona görə də, yəni, gənclər qoy mənim bu sözümdən sınmasın və ruhdan düşməsinlər. Burada da oxumaq olar, hazırlaşmaq olar və müəyyən müddətdən sonra sənin qabiliyyətin varsa və ölkədə şərait bu dəqiqə yaradılır, get gələn Amerikada işlə, orada xalqın adını qaldırır, belə adamlar da var, belə adamlar da, ancaq təəssüf ki, azdır. Çünki bizim özümüzdə sayımız o qədər deyil yaxı. Təsəvvür edin ki, 80 milyonluq Türkiyədə Nobel mükafatı alan bir-iki nəfər var, onların da hamısı bağlıdır. Nəinki orada yaşayır. Ya həyat yoldaşı, ya hüdud oradadır, ya orada tək. Ona görə də elmin inkişafı üçün mühit həll edici. Mənbəyinə getmək lazımdır da. Bilirsinizmi? Həm də ədalətli mühit olmalıdır. Bəli. Məsələn, tutaq ki, sən gənc elmlər namizədsən. Biləndən sonra ki, səndən 3 dəfə qabiliyyətsiz olan adam gəlib sana rəhbərlik edir. İstər-istəməz ruhdan düşürsən ki, niyə belə olsun? Ona görə də mühit və yanaşma elə olmalıdır ki, yəni şərait olmalıdır. Və mən həmişə demişəm, yenə deyirəm, mən vaxtı ilə öyrənmişdim bu şeyləri ki, dünyanın bütün ölkələrinin yükü, yəni dünyanı bir gəmiyə, bir okeana bənzətsən, ölkələri də gəmilərə bənzətsən, əhalinin sayından asılı olaraq, o yükü ölkənin 3-5% adamları əsas çəkirlər. Qalanları elə bil, ortalıqda elə belə şeylər dolanırlar. Lokomotivlər asılır. O yükü çəkən adamları kim, hansı ölkə, hansı dövlət vaxtında müəyyən eləyir. Ona vaxtında şərait yaradıb, o Allahın verdiyi istedadla yanaş, onu inkişaf elətdirirsə, o gəmi qabağa düşür, irəlidə gedir. Bax, misal deyirəm Koreya. Koreya. Cənubi Koreya 40 ilin içində bu dəqiqə dünyada texnologiyalar sahəsində birinci 3 ölkənin sırasındadır. Birinci 3 ölkənin sırasındadır Koreya. Nəyin hesabına? Dəfələrlə demişəm, bir də deyim, dünən də demişəm bunu. İşi iş bilənə tapşırır onlar. Şəhriyarın məşhur sözü var. Deyir ki, bizdən irəlidədir Avropalılar, işi iş bilənə tapşırır onlar. Bir də ən vacib şey. Dünən mən akademiyanın iclasında, elə burada da gülə-gülə deyim ki, mən bilirəm ki, orada mənə söz verəcəklər. Əslən qalsa istəməzdim də mənə söz versinlər. Çünki məndən qabaqda akademiklər var, yaşlı adamlar. Fikirləşirəm, mən nə deyəcəm? Çox fikirləşdim. Birinci mənə söz verəndə çıxdım, elə belə də dedim. Dedim, valla, burada çıxanda mən fikirləşdim ki, Azərbaycan Elmlər Akademiyası haqqında nə deyim mən? Sosial şəbəkələrdə bugün partlayır mənfi fikirlər. Mən nə deyim?
Mən nə deyim? Həqiqətən də belədir. Mən nə deyim? Yəni deyiləsi bir şey qalmadı. Yəni biabırçılıq çıxdı həmin ortalığa. Belə şeylərə yol verilməməlidir. Amma Misir müəllim, bizim gözəl bazamız var da. İnanıram ki, Var. qısa müddətə Əbrəm müəllim, bu bazamız var. çıxa Bax, biləcəyik. buna məsələ, sən fikir ver ki, neçə ildir biz işləyirik, açığını deyək daha. Burada açıq söhbət edirik biz. Yəni, böyük ümid verən adamlarla rast gəlməmişdir. Gəlin açıq deyək daha. Böyük ümid, indi sual verilir, Azərbaycanda belə adam yoxdurmu? Mən deyirəm, var. Var. Harada da adamlar? Hamısı, bax, Azərbaycanda bu qəbul imtahanlarının qorxusundan, Bəli. qəbul imtahanının qorxusundan başını götürüb hərə bir tərəfə. Bu yaxında biri gəlib, şeyin atası da mənə tanış adam deyək. Deyirəm, oğul, hara gedəcəksən oxumağa? Hayır. Deyir ki, IELTS-dən hazırlaşıram, Cənubi Koreya gedir. Əksəriyyəti elə. Ne? deyil. Çok Yəni, iyi. yox, belə daranda seçilmiş hissəsi də söhbət Bəli, 3-5%-dan bəli. gedir. Onlar- O 3-5%-ın hamısı gedir orada. Bəzisi uğur qazanır, Allah eləsin, hamısı uğur qazansın. Bəzisi də orada gördüklərindən elə bir bizim ölkəmizə düşmən kimi düşünür. Gel başqa şey görür. Və başqa şeylərlə məşğul. Ona görə də mənim şəxsən fikrim ondan ibarət. Bu məsələ bugün Azərbaycan cəmiyyətinin ən diqqətində durmalıdır ki, Bəli. bax, mən hətta bir tələb olmaq istəyir məndən. Dedim, məbirmə dedim, sən məsələ qoyuram. Nəmə dedim ki, get 30 il ərzində Əbdurrahman müəllimə demişəm, 30 il ərzində Azərbaycanın ali məktəblərinə qəbul imtahanı verərək 600 və ondan yuxarı bal toplamış adamların siyasını çıxart və gəl izləyək görək bu adamlar haradadır. Xaricdədir yoxsa buradadır? İnkişafın olur. Yəni belə görünür ki, o adamlar Azərbaycanın qabiliyyətli adamlarıdır. Evet. İndi gəlin görək elədimi? Yoxsa bir il ərzində, 2 il ərzində bir kişiyə gəzvərləyib ortalığa çıxan adamdır. İstedad adı ayrı şeydir axı. Bəli. Ona görə onu təhlil eləmək lazım. Onu öyrənmək lazımdır ki, və bilmək lazımdır bunu. Yəni bu iş mən sizə deyim, indi ora gəlmirik. Biz ancaq bu repetitorluq, dövlətin təhsil sisteminə paralel bir sistemin yaranması və hamının onda marağı olması. Mənim 2 magistrim var mənim. Deyirəm, harada sana bala, deyir, mən repetitorluq edirəm. Həmişə demişəm, gülürlər. Valideyn uşaqlarını evləndirmək istəyir. Evlənən qızla oğlan bir ay repetitor yanına gedir ki, oynamaq öyrənsin. Yalan danışmıram ki. Evet, düzdür. Qabaq gəlinlər Bağçaya uşaq qoymaq istəyir, repetitor yazır. Ay, bu nə qədər? robota çevrilir. da, Misir Bir müəllim. şey var. Bu qədər bir- Он belə bir sual yaranır. Я Ой. бы хотела у вас это спросить. Тогда как вы оцениваете нынешнюю подготовку к математике? И если вообще такая ситуация происходит, что вы говорите, вот, репетиторством занимаются, то как сделать так, чтобы они пошли по направлению, не меняли свой путь? Mənə belə gəlir ki, əlbəttə, 30 il müddətində elə bil bu gəmi bu yolla gedib daha. 30 il. Və cəmiyyətdə elə bir fikir yaradıblar ki, bəzi adamlar, mən bunu açıq əvvəllər də demişəm, güya keçmiş devirdə, biz oxuyan devirdə hamı rüşvət verməklə ali məktəbə girirdi, elə bir fikir yaranırdı. İndi biz ədalətlə bərpa eləmişik. Mən şəxsən heç bir şey verməmişəm, bundan soruşsan şey verir, bir soruşsan, yəni belə bir fikir yaradım. Ona görə belə bir fikir yaradıblar ki, bu şeyə yol açsınlar. Radır. Mən bunu vaxtıyla nazir olanda da demişəm mən. Yəni, əgər var idisə, indi də var. Və bilmək olmaz hansı xeyri idi, hansı ziyanıdır, onu da bilmək olmaz. Onun ölçüsü yoxdur. Ona görə də keçmişə Heydər Əliyev sözü yazdım. Azərbaycanın Zahid Xəlilovu da, Azərbaycanın Əşrəf Hüseynovu da, Azərbaycanın İbrahim İbrahimovu da o devir, o bulaqdan su içir. İndi biz o bulağa niyə tüfürməliyik? Tüfürərək gəlib, belə bir vəziyyət gəlmiş ki, 6 ayda müdafiə eləməyə müraciət edilən də yoxdur. Belədir vəziyyət. Çok сам. Мисир Малим, мы знаем, что вы были министром образования на протяжении 15 лет, начиная с 1998 года по 2013 год. И вот нам очень интересно знать, с какими трудностями вы столкнулись на пути, то есть когда были министром образования, и что вам запомнилось больше всего? Vallahi çətinliklərin müəyyənlərini dedim mən. Əlbəttə çox çətinliklər olubdu. Məsələn, mənim nazir olduğum devir, əvvəlki devirlərlə müqayisədə, əvvəllər Azərbaycanda təhsillə bağlı 3 dövlət orqanı olub. Maarif Nazirliyi olub,
Peşə Təhsil Komitəsi olub, bir də Ali və Orta İxtisas Təhsil Nazirliyi olub. Mən nazir olanda bunun üçü də bir yerdə birləşib, bir dənə Respublikanın Təhsil Nazirliyi olubdur. Mən nazir olmam ərəfəsində Azərbaycanda yeni qrafikal əlifbə keçirilibdir. Elədirmi? Bəli. Hətta 2001-ci ilə qədər mən nazir olsam da imzamız, adımız hamısını Kirilində orada keçid dövründə 2001-ə qədər. 2001-ə qədər, bəli. Baxmayaraq ki, Xalq Cəbhəsinin dövründə qərar qəbul olmuş, ancaq o qərar işləmirdi. Düzmü deyirəm? Bəli. Yəni, belə çətinlik. Sonra ən ciddi çətinliklərdən biri də Azərbaycanın yeni konstitusiyası qəbul olunmuşdu 95-də və konstitusiyada yazılmışdı ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Və təhsil qanununda da yazılmışdı ki, məktəblərdə əsas dil Azərbaycan dilidir. Ancaq əgər hər hansı bir toplum əhali istəyirsə ki, uşağına deyək ki, rus dilində və yaxud başqa dildə təlim versin, onda sayıram. Bütün dərsliklər, dərs vəsaitlər mərkəzdə hazırlanıb, hazır gəlir. O da, məsələn, mən təzə işləyəndə bir gün mənə bir nəfər sual verdi, sən nədər nazirsən ki, sənin 7-ci sinif tarix kitabında yazılıb ki, Türkiyə bizim düşmənimizdir. Elə şey var idi. Mən tarixi onu bir cümlə oxuyası deyiləm ki. Bəli, elə yazılmışlar. Orada elə yazılmışdı, burada tərcümə ediblər. Yəni, çətinlər sadal edən mən, çox çətinlər. Məsələn, təsəvvür edin ki, orta məktəb, söhbət əsas orta məktəbdən gedir. Çünki baza təhsili orta təhsildə. Orta məktəblərdə ana dili dərsinə verilən saatlarla rus dili dərsinə verilən saatlar eyni idi. Yəni, Azərbaycan dilli məktəblərdə, indi mən deyəni çox adam başa düşmürsünüz, təlim Azərbaycan dilində olan məktəblərdə Azərbaycan dilinə, fənninə verilən dərslə rus dilinə bərabər idi. Bu konstitusiya zid, təhsil qanununa zid, eyni zamanda hər bir saatın arxasında müəllim dururdu adam, Azərbaycan vətəndaşları. Mənim üçün ən çətin oydu ki, mən necə eləyim ki, məsələn, bir məktəbdə işləyir, rus dilini deyən 5 müəllimin saatı var. İndi konstitusiya deyənə keçəndə oradan çıxmalıdır. Yəni, rus dili xarici dil kimi keçilməlidir da, qayda, yəni belə eləyəndə saatlar azalır. 10 minlərlə adam boşda qalır. Məsələn, təsəvvür edin, bunları yola vermək. Həm də sənin vətəndaşın da əksəriyyətdə Azərbaycanlıdır. O, mənim üçün ən ciddi çətinlərdən biridir. O, çoxlu şikayətlər, çoxlu nə bilim nələr. Biraz dedim, məsələn, dərsliklərlə bağlı. Dövlət nəşriyyatları fəaliyyətini dayandırmışdı. Kağız yox idi. Özəl nəşriyyatlar meydana gəlmişdi. Onların hər birinin arxasında da bir güclü adamlar dayanırdı. Hamısı gözləyirdi ki, Təhsil Nazirliyinə alınmış vəsait bunlara veriləcək və onu verməyəndə sənlə düşmən olurdu və başlayırdı sənə qarşı. Məktəb tikintisi ilə bağlı çox ciddi problemlər. Məsələn, mən nazirliyə gələndə son 20 ildə demək olar ki, Azərbaycanda yeni məktəb tikilməmişdir. Mövcud məktəblərin də təmiri və təchizatı heç şey yox. Yəni, Azərbaycan 80-ci illərdən başlayaraq çox vəziyyətlərdir belə. Yəni, mən bu çətinlərlə qarşılaşmışam. Əlbəttə, deyə bilmərəm ki, bu çətinlərin hamısının öhdəsindən gəldi. Ancaq hər halda o 15 ilin ərzində yadda qalan çox işlər görüldü. Məsələn, sadalaya bilərəm. Haradasa 3000-dən çox məktəb binası tikildi. Mən bir gəzmişəm. Azərbaycanda 4500-ə yaxın məktəb var. 3000-dən çox. Mən bir gəzmişəm ki, məsələn, hansı məktəbdə 1 növbəlilikdir, 2 növbəli. Elə məktəb var, 4 növbəlidir o zaman. Əgər o məktəbin həyətində yer varsa, məsələn, proqrama salmış ki, orada bir korpus tikilsin ki, biraz heç olmasa seyrək olsun. Məsələn, Dağ kəndi var, məktəb yoxdur. Məsələn, məktəblərin istilik məsələsi ciddi problem idi. Yəni, çətinliklər kifayət qədər idi. Ancaq hər halda bu 15 ildə az müddət deyil o vəzifələrin öhdəsindən gəlmək üçün. Sonra xaricdə təhsillə bağlı mənim devrimdə ciddi proqram hazırlandı və orada da çətinlik çəkdik xeyli. Çünki çox adam qarşıdır, işə bilirsinizmi? Cəmaət o dövrdə haqlı olaraq təhsildə mövcud olan bütün problemləri Təhsil Naziri kimi məndən gözləyirdilər.
Onda cemaat bilmirdi ki və onda demək olmurdu ki, ixtiyarların əksəriyyəti mənim əlimdə deyil. Mən onu deyə bilmirdim. Deyəndə biraz pis çıxırdı. Məsələn, orta məktəbə direktoru deyək ki, rayon icra hakimiyyətinin razılığı olmasa eləyə bilmirdi. Ali məktəb rektorunu vəbşə mən demək olar ki, qarışmırdım. Rəhbərlik eləyirdi. Yəni, belə ciddi problemlər var idi. Peşə məktəbləri demək olar ki, dağılıb çıxmışdı və bizim ən ciddi problemimiz bu gün də ondan ibarətdir ki, mən təəssüf edirəm, hər bir valideyn çalışır ki, bunun uşağı hökmən ali məktəbdə oxumalıdır. Mən şəxsən onu qətiyyən düzgün alsa bilirəm. Yanlış mövqedəsin. Bəyənmədiyimiz Sovet hökumət devrində biz orta məktəbdə oxuyanda bugün kimi yadımdadır ki, o məktəbin müəllimləri də, şagirdləri də, o kəndin adamları da təxminən bilirdilər ki, bu il bu məktəbdən 5 adam ali məktəbə gedəcək. Hətta heç yadımdan çıxmaz, görün neçə il keçib. 1964 neçə il eləyir? 61 il. Bəli, 61. 61 il bundan qabaq bizim kənddə bizlə oxuyan bir qadın indi yaşayır, bizə də uzaq qohumlu dəyişə bizim müəlliməm haqqında dedim. Çamadan əlində gedir, məktəbin direktoru deyir ki, hara gedirsən, deyir ki, ali məktəbə gedir, düşün mənim başıma sən də ali məktəbə gedirsən. Yəni elə bir qınaq var idi Əbrahim. Mən bilirəm, hər an gedənməzdi. Bilirəm ki, bu sinifdən neçə nəfər ali məktəbə qabiliyyətli olan gedirlər. ali məktəbə gedirdi, olmayanda kənddə qalıb işləyirdi və yaxud da texnikuma gedirdi, peşə məktəbə. Dünyada belədir bu. Bizdə isə hamı indi bu dəqiqələrdir ki, yəni ali məktəbə qəbul olmamaq bir ailədə bir faciə kimi qarşılanır. Elədir mi qızım? Cəmiyyətin o bir bölgələrdə boş qalır. Mən şəxsən bunun qəti əleyhinəyəm. Ali məktəbə, yalnız ali məktəbə qəbul olmaq haqqı olan adamlar getməlidir. Qalanları peşə məktəbləri var, kolleclər var. Lap elə getsin, adi işləri kim görsün bəs? Bəli, bəli. Təəssüf ki, ali təhsil alanların əksəriyyəti bugün bazarlarda işləyirlər ya başqa yerdə işləyirlər. Ona görə o çox ciddi. Bunların hamısı problemlər idi. Çalışdıq ki, məsələn, rus dili məsələsini mən həll elədim. Hətta yadımda lap dövlətin yuxarı rəhbərindən mənə zəng edir. Sən nə edirsən ki, sən nə tər rus dili müəllimlərini şey edirsən? Qanunu qəbul edən özləridir. Şimdi gəlib bu tətbiq edənlər ən yüksək səviyyədə. Vallahi axırda mən məcbur oldum bir dəfə Ulun dərin qəbuluna getdim ki, belə deyirlər. Dedi ki, sən düz edirsən, işinlə məşğul olsan. Nə olsun deyirlər. Yəni, belə ona görə də məhz ona görə mən, bəlkə də həm buna görə 3 aydır Mirzə İbrahimovun həyatını öyrənirəm və onun Azərbaycan dili uğrunda mübarizə apardığına çox fədakar bir fədakar bir kişi olub. Fədakar bir kişi. Hətta sizə bir şey deyim, Nazım Hikmət eşitmişsiniz ayağı. Bəli, təbii ki. Moskvada yaşayırmış o zaman. Belə çıxmış, kommunist olduğuna görə Türkiyədən belə. Əslində qalsa biraz başqa cürüymüş. Günlərin bir günü gəlir Bakıya. Bakıda böyük coşku ilə qarşı Nazım Hikmət gəlibdir və müxtəlif müəssisələrdə bundan görüş keçirilir. Hətta bunun getdiyi yerə Mərkəzi Komitənin birinci katibi İmam Mustafayev gedir. Ali Sovetin Rəyasət Heyətinin sədri Mirzə İbrahimov gedir. Böyük adamlar. Görüşlərin birində İmam Mustafayev görüş aparır. O zaman da Mirzə İbrahimov Azərbaycan dili məsələsini çıxardıbmış. Deyəsən, konstitusiyada düşübmüş, dəqiq tarix yadında deyil. Nəysə, cəmaat Azərbaycanca danışırmış və danışanları alqışlayırmışlar. Bizim böyük bəstəkarımız, çox böyük bəstəkar, Qara Qarayev, Cavan Emiş onda o söz alır və İmam Mustafa deyir ki, İmam Daşdəmiroviç, o zaman elə deyirlər, bəs mən Rusça yaxşı danışa bilmirəm. Olar mən, Azərbaycan yaxşı danışa bilmirəm, mən icazə verin Rusçada, o da deyir, buyur əlbəttə, hər kəsəsinə. Yerdən biri deyir ki, bu nətər olur, belə Mirzə İbrahimov qalxır ki, Azərbaycanda yaşayıb, Azərbaycanın çörəyini yəyən, Azərbaycanda danışıb bilməyən Azərbaycanlı vicdansızdır. Ona görə onu çıxarıb, öyle vəzifədə məsələ qalsa. Yəni, bax, məhz bu şeylərinə görə mən onun haqqında bir 32 səhifəli məqalə yazmışam ki, nə? Belə bir adammış. Şey deyib ki, əmrəm, sən o yazını oxumuyubsan yaxında. Sonuncunu? Bilmirəm, üçünü oxuyubsan birinci? Yox, bu məsələni oxumuşum. Deməli, İmam Mustafa birinci katibdir. Bu da
rəiset heyətinin sədridir. Əslən qalsa birinci katib böyük vəzifədir. bəli. Bunların mübahisəsi düşür. Deyir ki, İman Daşdəmiroğlu, kənd təsərrüfatı ilə bağlı olan məsələlərdə mən sənə güzəştə gedə bilərəm. Çünki o kənd təsərrüfatı mütəxəssismiş. Ancaq dillə, tarixlə, mədəniyyətlə olan məsələlərdə mən sənə güzəştə gedə bilmərəm. Yəni belə şəxsiyyətlərim olub bizim. Şəxsiyyət olub. Şəxsiyyət olub. Və yaxud da İmam Mustafa birinci katibdir, Xruşov da SSR-nin böyüdür. Onunla mübahisəsi, mən məqaləmi tap oxudu onun haqqında. Mütləq şəkildə, mütləq. Xruşovla onun mübahisəsi düşür. Xruşov deyir ki, nə təhər olur, bütün Sovet hökumətində aclıqdır, Azərbaycanda aclıq deyil. Bu da deyir ki, çünki Azərbaycan xalqı zəhmət keçdi. Azərbaycanda dünyanın 11 iqlim şəraitinin 9 Azərbaycandadır. Azərbaycan xalqı heç vaxt ac qalmayacaq. Deyir, yox, sən düz demirsən, deyir. Sən imkan veribsən Azərbaycan ailəsi. O zaman belə idi ki, Xruşov deyirdi, mən kommunizmi quracam. Kommunizm o deməkdir ki, şəxsi mülk olmayacaq, hamısı ümumi mülk olacaq. Məsələn, siz bilmirsiniz, kənddə 2 nəhdən artıq, 3-cü nəy olanda vergi istəyirlər o zaman. Belə şey istəyirlər. Eşitmişik yəni. Bunu belə üzləşəndə, bu deyir ki, bunun mənlə danışığına bax deyir. Bu nə qədər, bura mənim, yəni Moskvada, mərkəzi komitənin plenumunda deyir ki, sən mənlə burada, deyir, bura nə sənindir, nə mənimdir, bura partiyanımdır. Xruşov deyir, onda mən durdum, getdim. Və s. Bir maraqlı məqamında deyim ki, cavan bilsəniz yaxşıdır. Bir iclasların birində 37-ci ildə Mirzəfər Bağırov iclasların birində hirslənir, deyir ki, Üzeyir Hacıbəyov da, Səməd Turğun da vətən xainidir, millətin düşmənidir. Belə deyir, çətin vaxtdır, dillənmə. Nə deyirsiniz? Müraciət edir salona, heç kəs dillənmir. Mirzə İbrahimov durur, yetim bir adam, heç kəsi yoxdur. İrandan gəldi. İrandan gəldi. Deyir ki, Müzəffər Ambasoviçə Koroğlu operasını yazan Azərbaycanın düşməni ola bilməz. Vaqif piyesini yazan Azərbaycan xalqına ola bilməz. Elə dəndə gözləmir axı bunu, kimdir ki bunu qapanır? Deyir, otur aşağı, sən də onların tayısan. Deyir ki, əgər mən onların tayıyamsa da mənim burada nə işim var? Çıxır da gedirəm. Heç şey deyiləm biləm. Cəsarətinə Yox, baxın. həm də böyük, çox böyük adam. Şəxsiyyət olubsa, Heç çət olmuyor qızım. Demək, 7 yaşında atası qardaşınla çıxıblar. Bakıya gəlirlər, dolanmağa, acından ölürlər də, İrandan atası da ölür, qardaşı da ölür. Qalır, yetdim, gedir, Balaxanıda bir mülkadarın qoyunu otarırmış. Ondan sonra gəlir belə böyük adam. Ox ilə onu xahiş edir. Ən pis zamanın da deməli, xalqı sevərək, doğru dürüst olaraq yaxşı adam olmaq olar da, o nümunədir bəli. Onun ünvanına bir tük boyda da heç nə demək mümkün deyil. Deməli, mən nazirəm, prezident sərəncam verib ki, Mirzə İbrahim, onu da yazmışam orada, Mirzə İbrahimovun 100 illiyi. Biz də qərara gəlmişik ki, hər bir təbliğ də qərara gəldi ki, orta məktəblərdə inşa yaşlı müsabiqəsi keçir və yekunda mükafatlandır. İndi yekunudur. Bizdə nazirlik dairəmiz var, oraya yığışmışıq. Mən də demişəm ki, Mirzə İbrahimovun qohumlarından kim varsa dəvət edir. Qızını tanıyırdım, Sevda xanım rəhmətli, yaxşı bəstəkar idi. Bəli, Sevda. Gördüm Sevda xanım oturub, axırda bestalda, sakit bir adam idi yazıq. Deyim, Sevda xanım, sən orada oturursan, gəl mənim yanımda otur, sizin məclisi bura. Durub nə desə yaxşı, dedi ki, mənim atam qızımla gəlinin heç vaxt bir-birindən ayırmamışdı. Bəs burada bizim gəlinim, dedim, üçümüz də durun gəlin oldu. Kitab var, yazılıbdır, kitabın üstə yazılıb sevgi məktubları. Mirzə İbrahimovun demək, tarix yadımdan çıxıb da uzun müddət ərzində o Moskvada da böyük vəzifədə işləyib axı. Naxçıvan vaxtında yazdıqları. Həyat yoldaşına, Sara xanıma, həyat yoldaşı da Qurban Pirimovun qızı olubdur. Yazdığı məktublar əmdirəm, dəhşət. İndi sən gör, o məktubu hamısını saxlayıb, sonra onu rus dilini Azərbaycan dilində yazır və kitab şəklini çap edirlər. Dəhşət daha, onu oxuyursan. Mütləq şəkildə oxuyarıq. Если бы вы были бы снова министром образования, какие бы 3 вещи вы бы изменили? Əvvələ, real deyil ki, mən təzdən o vəzifə qaydam, mənim artıq 80 yaşın içindəyəm. Ancaq əlbəttə, soruşursansa ki, nə eləyərdiniz? İlk növbədə mənə belə gəlir ki, təhsil sistemində qayda-qanun yaratmaq lazımdır. Ədalətli qayda-qanun yaratmaq lazımdır.
təhsili idarə edən adamların seçimində səhvə yol verməmək lazımdır. Bir, iki, üç dənə əsas şey deyirsən, deyil mi? Üç. İstedadlı uşaqların vaxtında müəyyən olunması və onların inkişafına xidmət edilən tədbirlərin görülməsi. Bax, bu üç şey birinci mən hesab edirdim. Çok sağ ol. И, наконец, последний вопрос. Что бы вы оба посоветовали всем тем, кто переживает за образование Азербайджанской республики? То есть я имею в виду rodителям, ученикам, учителям. Mən məsələn, mən o sualla çox adam müraciət edim. Mən məsələn, o adamlara demək istəyərdim ki, birinci səbirli olun, Bu bir. dözümlü olun, yəni özünüzdən çıxmayın, nə bilim, faciə hesab eləməyin. Hərəniz öz gücünüz daxilində uşaqlarınızın tərbiyəli olmağı, işgüzar olmağı, oxumağı üçün düşünün. O şeyləri təkcə məktəbdən və müəllimdən ummayın. Bilin ki, ay valideynlərə, uşağın atası, anası, uşaq məktəbdə 5 saat, 6 saat olursa, sutkanın qalan hissəsini sənin yanında oturur. Ailə birincidir də. Və bundan əlavə, səhərci gün bu uşaq deyiləndə ki, belə bir alim olub, çox az hallarda deyirlər ki, bunun müəllim filan kəs olub. Deyirlər ki, filan kəsin uşağıdır. Ona görə də valideyn öz məsuliyyətini dərk eləməlidir. Yəni, bağışlayın, mən təkcə doğdum, böyütdüm, yox ha. Və mənə belə gəlir ki, valideyn, məktəb, müəllim, bu üç bucaq var ha. Bu üç bucaq arasında səmimi, doğma münasibət olmasa, ölkə və ölkənin təhsili inkişaf edə bilməz. Yəni, birincisi, müəllim uşağa öz evladı kimi yanaşmalıdır. Valideyn bunu hiss eləməlidir. Bax, gedin, ayrı-ayrı məktəblərdə olun. Bu dəqiqədə elə məktəblər var ki, mən dedilərimə əməl edən məktəblər də var. Az da olsa var. Bu yaxında birindən mən rastlaşmışam. Və yəni, valideynlə müəllim arasında münasibət çox səmimi olmalıdır. Məsələn, bizim devrimizdə, mən oxuyan vaxtı, kimin ağzı nə idi? Ya bizim 6 uşaq edik biz ailədə, müəllim haqqında mən fikir söyləyəsin. Mənim yüründə papanı da çıxardanlar var. Elə şey mi var? Məsələn, mənim atam Allah hamının keçənlərə rəhmət eləsin, kəndin rəhbər işçisi idi. Müəllim onun bütün məclislərinin başında oturmalıydı. Hətta, onu da deyim, ondan doktorum, atam rəhmətə gedib burada, Bakıda, 40 mərasimində bir də gördüm, Mürsəl müəllim, həmin dediyim Mürsəl müəllim gəlib oturubdu. Bizim məclisdə, burada işləyirdi, yazıqda, Bakıda işləyirdi, Binəqəddə işləyirdi. Getdim, görüşdüm, öpüşdüm, əlaqəmiz də vardı belə. Mənə dedi ki, Misir müəllim deyirdi, mənə Misir müəllim deyirdi, mənə müəllim deməlisiniz müəllim. Dedi, sizin atanız olmasaydı, ermənilər məni tutturmuşdular. Dedim, niyə? Dedi ki, ermənilər məni yoxlatdırdılar. Sən demə, mən gəlmişəm buradayım, xəbərim yoxdur axı. Orada məktəb direktorıymış. Ermənilər məktəbi yoxlatdırıb, bunu tutturmuşlar. Mənim atam onu, belə də ermənilərlə alır. Onun dilindən mən eşitmişəm. Yəni, valideynlə müəllim, məktəbin direktoru, məktəbin direktorunun mavini arasında səmimi doğmalıq şey olmalıdır. Ailə, məktəb, cəmiyyət. Bəli, olmalıdır. Hökmən olmalıdır. Başqa cür ola bilmir. Yəni, ölkənin gələcəyinin bu üç amil həll edir. Ölkənin gələcəyi. O İngilsin əsəri var. Əsgəri də o yetişdirir, həkimi də o yetişdirir, nə bilim, mühəndisi də o yetişdirir. Bağışda Əbdülrəhman Marxızan bu yaxında cənab prezident dedi ki, Şuşanı və Qarabağı azad eləyənlər Şuşanı tanımayan adamlar olurlar. Çünki oradan sonradan orlaq olurlar. 30 il keçib, heç oranı görməyən, bilməyən adamlar olurlar. Və mən həmişə demişəm, oranı düzdür, prezident rəhbərliyi eləyib, Müzəffər Ali Başkomandan, hərbiçilərimiz ölçün görür, ancaq məktəbin və müəllimin rolunu orada həmişə demək lazımdır. Çünki onları da hazırlayan məktəb olurlar. Mən Misir müəllim onu demək istəyirdim. Biz oxuyanda indi bu saat biraz o filosofların əsərləri zaten keçilmir ya da ki, belə keçilirsə də nasıl ayaq bilmirəm. Engels'in əsəri vardı, yadınızdadır.
ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi. Bəli. Bu siz dediyinizə qüvvət olaraq da demək istəyirəm ki, bəli. Ailə, məktəb, cəmiyyət, onların üçünün birgə fəaliyyəti cəmiyyəti bütün o əzablardan Bəli, onlardan qutara bilər və inkişaf elətdirə bilər. Başqa yolu da yoxdur. Bax, indi deyirik, mən faiz çıxartmışdım ki, dünyada Nobel mükafatı alanların böyük faizi yəhudilərdir. Alimlər tədqiqat aparır, elə belə deyil abi. Bəlli olur ki, anadan asılıdır. Bəli. Həlledici rol 70-75% ana ilə bağlıdır. Ona görə də ana birinci qəbul edilir. Ana ilə bağlıdır. Hamı bilməlidir ki, indi bəzən deyirlər ki, məktəblərdə qadınların sayı çoxdur. Düzdür, lap çox olmağa düzgün deyil, hər kişi də olmalıdır. Ancaq müəllimin qadın olmağını mən daha yüksək qiymətləndirirəm. Çünki anadır, əvvəl evdə də bu tərbiyə bu da olsa daha yaxşıdır. Mütəxəssis olsa fərq eləməz, onun gender məsələsi problem deyil. Как сказал Чингиз Абдуллаев, женитесь на умных женщинах. Onu da əvvəlcədən bilmək çox çətindir. Да, Bu yaxında biri dedi ki, qarpız kimi bir şeydir. Bəli, anam həmişə elə deyirdi. Спасибо огромное, Месир Муаллим вам, Абдурахим Муаллим вам, за то, что приняли наше приглашение, участвовали сегодня в нашей программе. Мы вам благодарны, нам было очень приятно, тем более сегодня, как я в начале нашей программы указала, что нам сегодня исполняется 5 месяцев. То есть нашему каналу «Мяс Рада и Рада», канал тоже называется нашим именем, где мы тоже стараемся снять видео, связанные с математикой, примеры показать, вообще показать математику в другом свете и, естественно, снять наших любимых ученых, показать нашим ученикам Азербайджанской Республики, чтобы они видели, знали, чтобы они тоже читали, изучали вот это все, связанное с математикой, потому что мы знаем, что на данный момент с математикой у нас немножечко проблемы. Təsəvvür eləməzdim və yatanda yuxuma da girməzdi ki, vaxtilə xeyli əziyyət verdiyimiz, incitdiyimiz Rada xanım belə bir təklif eləyəcək, belə bir görüş təşkil eləyəcək və burada oturub səninlə bir söhbət eləyəcək. O baxımdan mən çox şadam. Təşəkkür edirəm hər ikinizə. İşlərinizə uğur arzulayıram. YouTube-da hərdən sizin riyaziyyat dərslərinizə baxıram. Çox yaxşı. Davam elətdirin işinizi. Nə vaxt dəvət eləsəniz həmişə gəlməyə və sizi dəstəkləməyə hazırıq. Ancaq çox tez-tez olmaz, hərdən bir daha. Çox tez-tez olmaz. Bir də ki, o 5 aylığınızı, 5 yaşınızı təbrik edirəm. Arzu edirəm ki, uğurlu xeyirli olsun. Mən düşünürəm ki, belə bir YouTube kanalının, bu mövzuda yaranmış YouTube kanalının cəmiyyətimizə çox böyük xeyir olacaq və xeyir var. Çünki əksəriyyət şou xarakterli, insanların tərbiyəsinə mənfi təsir göstərən. Sizinki isə sırf təhsillə, elmlə, riyaziyyatla bağlı. Ona görə də cəmiyyətimiz belə proqramlara acdır. Sizə uğur arzulayıram. Teşekkür ederim. Çok sağ olun. Ciddi olun. Tanınmış alimlərimizi, bəlkə də xaricdən gələn riyaziyyatçılarımı, ya nəsə belə, yəni təbliğ eləyib və cəmiyyətə tanıtmaqla almış, bizim də belə adamlarımız var. Biz də bu işdə Abdurrahimlə sizə kömək eləməyə həmişə hazırıq. Teşekkür ederim. Çok sağ olun. Çok сağ olun. На этом все. Большое спасибо за просмотр. Всем пока. Продолжайте следить за нами.